sosial şəbəkədə paylaşılan və danışılan bir məsələ də var. İstərdim ki, onunla bağlı sizə bir ümumi kazusdan yola çıxaraq bir münasibət bildirəsiniz. Bir məlumat, bir xəbər paylaşılır ki, bir neçə şikayətçi var. Mətbuatda, saytlar bunu yazırlar. Tanınmış bir həm aparıcı kimi, həm nə bilim, müəyyən bir xaricə göndərmə, oxumaq, təhsillə bağlı Nigar Fərhadın işi ilə bağlı istədim, soruşum sizdən. Şəxs və onun anasından bağlı müəyyən bir şəxslərdən pul aldığı iddia olunur və iddia olunur ki, həmin şəxslərə müəyyən bir sözlər verib, vədlər verib, amma vədlər indi yerinə yetirməyib. Həmin şəxslər də şikayətçidirlər. Mətbuatda, mediada onlarla bağlı müəyyən bir görüntülər, məlumatlar var və adamlara zəng edirlər, telefonlara cavab vermirlər. Nə özü, nə bu işdə adı hallanan anası və s. Bax, iş bu cür davam edərsə, bu nə ilə nəticələnə bilər? Nə kimi onun müvafiq qanunvericilikdə, necə deyərlər, cəza olaraq gözləyir? Buna dələduzluq adı veriləcək, aldatmadır, dolandırıcılıqdır, nədir əslində? Və iş belə gedərsə, şəxslər hansı cəza gözləyə bilər? Başlara nə eşik edə bilər? Yenə də qeyd edirəm ki, yəni məndə olan, yəni belə deyək ki, məlumata görə bir neçə nəfər deyək, kifayət qədər çox sayda adamdır. Kifayət qədər çox sayda adamdır müraciət edənlər. 10-15 nəfər, daha da üzərində. Daha çoxdur. O məsələ ilə bağlı, yəni işin, yenə deyirəm, istintaq indi hal-hazırda istintaqa bəllidir işin halları, neçə nəfərə qarşı bu hal baş veribdir, hansı şəraitdə baş veribdir, necə baş veribdir, verilən vəd nədir. Bu istintaq yekunda ona o qənaətə də gələ bilər ki, mülki xarakterlidir, məhkəməyə müraciət edin. Ancaq yenə də deyirəm ki, bəzən... Artıq istintaq belə başa düşmür, cinayət işi açılıb məsələ ilə bağlı. İlkin araşdırma səhv eləmirəmsə eşitdiyim qədərlə, mən də sizin qədər eşitdiyim, yəni eşitirəm elə ictimaiyyətdən və yaxud da ki, sosial şəbəkələr vasitəsilə ki, araşdırma gedir, şikayətlər. Yəni şikayət olunursa, müraciət olunursa hər hansı bir orqana, onunla bağlı hər bir halda araşdırma başlanılır. Yəni cinayət tərkibi varsa cinayət işi başlanılır, cinayət tərkibi yoxsa ilkin araşdırma başlanılandan sonra cinayət işinin başlanılmasına rədd olması haqqında qərar qəbul olunur və şikayətçilərə, müraciət olunan şəxslərə izah olunur ki, sizin bu ilə bağlı, yəni mülki xarakterli olduğu üçün məhkəməyə müraciət eləmək hüququnuz var. Lakin hal-hazırda sizin qeyd elədiyiniz məsələlərlə bağlı həmin şəxs kifayət qədər, belə deyək ki, pis yaxşı artıq tanınmış, cəmiyyətdə tanınmış şəxsdir. Və göstərdiyi müəyyən bir platformada xidməti var. Və bu platformaya, göstərdiyi xidmətlərə uyğun verilmiş bir vəd var ortada. Həmin vəd nəticə, yəni göstərdiyi xidmətlərə uyğun, tanınmasına uyğun bir etimad qazanıbdır artıq cəmiyyətdə. Bu etimadın nəticəsində vətəndaşlar inanaraq aparıb ona müəyyən məbləğlərdə pul verilibdir və bu pulların əldə olunması etibardan artıq gətirir mənim analizimlə. Mən qəti bu, yəni belə olacaq deyə bir şey yoxdur. Onu deyə bilmər. Yəni işin hallarını biz bilmirik çünki. Sizin dediyiniz kazusa uyğun bir subyektiv fikrimizi bildirir ki, bu hallarda yəni gətirib ancaq dələduzluğun dispozisiyasına baxsaq Cinayət Məcəlləsinin 178-ci maddəsinin ki, şəxsin etibarından sui-istifadə etməklə özgənin əmlakının ələ keçirilməsi. Artıq etibar var cəmiyyətdə. Platformada, göstərdiyi platforma xidmətlərə uyğun müəyyən bir etibar qazanıb nüfuzuna uyğun. Həmən etibardan istifadə edir. Bu adama yaxınlaşırlar ki, yəni biz sənə etibar edirik də, artıq sən bu işin professionalısan. Etibardan istifadə edərək verilmiş vədə əməl olunmur. Yəni çox bəzi hallarda şəxslər fikirləşirlər ki, bunların arasında notarial müqavilə var, borc müqaviləsi var və yaxud da ki, hər hansı bir özlərinin sazişi bağladıkları saziş var. Bəzi hallarda həmin müqavilələr belə cinayəti pərdələməkdən ötürü olur. İstintaq o qənaətə gələndə ki, həmin müqavilələr elə birmənalı olaraq həmən pulun ələ keçirilməsində bir növ biraz da etibar qazanmaqdır. Ona artıq dələduzluq kimi qiymət verir. Yəni belə olanda bu hala mən öz subyektiv fikrimcim kazusun nəticəsinə görə şəxsin əməlində iki və daha çox şəxsə qarşı hələ bir qrup şəxs tərəfindən də görək anasının əməlinə nə kimi qiymət veriləcəkdir. Onun da əməlinə dələduzluq kimi qiymət veriləcək. Bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə qarşı və küllü miqdarda törədilmə və yaxud da xüsusilə küllü miqdarda törədilmə məsələsi var. Küllü miqdarda törədilməsə artıq bu belə qeyd edeyim ki, ağır cinayət kateqoriyasına daxil olacaqdır və dəymiş ziyan belə deyək ki, ödənilsə
və orada nəzərdə tutulmuş məbləğin 50% dövlət nəfinə ödənildikdə, xüsusilə külli miqdarda, məhkəmənin o işə xitam vermə hüququ var. Verməyə də bilər amma. Verməyə də bilər. Bəzi hallarda onu səhv salırlar. Məsəl üçün 178-in birinci, ikinci maddələri var, elə maddəsi var ki, orada belə deyək, xüsusilə külli miqdara qədərdir. Həmən məbləğin müəyyən hissəsini ödədikdə artıq xitam verilir işə. Ödədikdə və zərər çəkmiş şəxslə barışıldıqda, barışıq əldə olunduqda o işə xitam verilir. Amma xüsusilə külli miqdarda artıq ağır cinayətlər kateqoriyasına aid olan işlərdə burada 50%-ni ödədikdə artıq o məhkəmənin birbaşa belə deyək, səlahiyyət daxilində ona heç kəs məhkəmə verəcək qərara onsuz da heç kəs müdaxilə edə bilməz. Ona da heç kəs müdaxilə edə bilməz ki, ona xitam da verə bilər və yaxud da ki, məhkəmə təcrübəsindən mən götürüb, praktikasından deyə bilərəm ki, təcrübəsindən, praktikasından göstərə bilərəm ki, belə olan hallarda dəymiş ziyan ödənilirsə və zərər çəkmiş şəxslərlə barışıq əldə olunduqda, şəxsin əgər təqsiri sübuta yetirilərsə həmən maddələrlə bağlı, artıq ona belə deyək ki, Cinayət Məcəlləsinin 70-ci maddəsi şərti olaraq cəzanın azadlıqdan məhrum etməyə şərti olaraq verilməsi 70 maddə tətbiq olunur. Adam çöldə qalır, şərti buraxılır ki, yəni şərti cəza verilir. 2 il, 3 il, 5 il, 6 il şərti cəza verilir. Amma orada bir mənalı həbs nəzərdə tutulur. Alternativi yoxdursa, ya xitam verə bilər, ya da şərti verə bilər bu adam başqa cür, ya da bəraət almalıdır ki, azadlığa çıxsın. Aydındır. 3 yoldan biridir, yəni başqa yolu yoxdur. Aydındır. Dinləyicilərimizdən gələn